fikirləşdim ki, tarixi xəritələrdə çətinlik çəkən belə deyək, abituriyentlər və müəllimlər var. Ona görə də mən istədim ki, xəritədən sizə belə deyək, ölkələrin yerlərini izah edeyim. Bu bizim Mercator proyeksiyasında olan dünyanın xəritəsidir. Amerika qitəsidir, Afrikadır, Avrasiya, Asiya və Avropa qitələridir. Və bizə lazım olacaq, yəni ilk öncə mən Avropadan başlamaq istəyirəm. Deməli, Avropanın xəritəsini biraz yaxınlaşdıraq. Aha. Bu gördüyünüz isə belə deyək, Avropadır. Amma rus dilindədir, bunun dili belə deyək, dəyişəcəm. Uşaqlar, bunu yazılara yetirmək istəyirəm. Deməli, aha. Biraz da yaxınlaşdırayım. Biz belə deyək, buranı xəritəni yaxşı bilmək üçün ilk öncə belə deyək, yadda saxlamalıyıq ki, bizim mərkəz nöqtəmiz Fransa olmalıdır. Əgər Fransanı xəritədə olduğu kimi tapa bilsək, belə deyək, olduğu kimi tapa bilsək, hər şey yaxşı olacaq. Neydi? Aha. Deməli, ilk öncə biz Fransanı öyrənməliyik ki, Fransa hardadır? Fransa Qərbi Avropadadır. Bu Avropa xəritəsidir. Avropa xəritəsini elə belə deyək, çəkmək lazımdır. Avropa Asiya qitəsi ilə birləşikdir. Avropa belə deyək, buradan gəlir. Çəkdiyim xəttdən sol tərəfə Avropadır. İndi uşaqlar, biz Fransanı mərkəz olaraq götürməliyik. F yazıram bura, Fransa. Fransanın üstü İngiltərədir. İNC yazıram. Fransanın alt hissəsi, yəni çəkməyə oxşar İtaliyadır. İtaliya. Fransanın sağı hər zaman Almaniyadır. Fransanın solu İspaniyadır. İspaniyanın da solu Portuqaliyadır. İndi gəlin belə deyək, qədim dünya tarixindən biz şeyə baxaq, necə deyim sizə, Roma keçirik. Romanı haradan tapacaq? Yunanistanı haradan tapacaq? Necə tapacaq? Öncə Yunanistanın da adını vereyim, Yunanistanı. Yunanistan da buradadır. Yunanistan. Türkiyə də buradır. Türkiyə. Aha. Burada uşaqlar, bir dəqiqə, başqa bir dövlət görə qaldı. Aha. Burada da bu Afrika materikinin şimal sahilləridir. Daha doğrusu şimalıdır, Afrikanın şimalıdır. Misir. Misir burada yerləşir. Bu işarəsini qoyuyor. Burada bizim bildiyimiz 2 dənə çay var ki, Dəzlə və Fərat çayı. Yəni bura Mesopotamiya adlanacaq. Bizə ilk öncə dedim axı mərhələli öyrənəcəm hamıca. Yəni vacib olan 1, 2, 3 şəklində. Deməli, Fransanın üstü İngiltərə, Fransanın sağı Almaniya, Fransanın solu İspaniya, İspaniyanın solu Portuqaliya, Fransanın altı da İtaliya. İndi uşaqlar, bura Yunanistandır, bura Türkiyədir. Mən yazıları silirəm. Təzədən yazı açmaq istəyirəm buradan. Aha. Deməli, uşaqlar, bizim bildiyimiz bu Avropa materikində yarımadalar var. Biz yarımadaları tanımalıyıq. Məsəl üçün, bu Türkiyənin olduğu ərazi, bura Qara dənizdir. Qara dəniz. Bura Aralıq dənizdir. Yəni, buradan bura, belə deyək, A dənizi. Aralıq dənizidir. Bura Kiçik Asiya yarımadası deyəcəyimiz bura. Kiçik
Asiya yarımadası. Kiçik Asiya yarımadasının həmən solunda Balkan yarımadası yerləşir. Balkan yarımadasının solunda bizə çəkməyə bənzər, belə deyək, Apenin yarımadasıdır. Apenin yarımadasında bu hissəni görürsünüz, bu Madrid yazılan hissəni. Burada Piriney yarımadasıdır. Piriney. Sonra Piriney yarımadasında iki tane dövlət var. Portuqaliya və İspaniya dövlətləri. Yarımadaları bildiniz. Yəni Kiçik Asiya yarımadası, Balkan yarımadası və Apenin Piriney yarımadaları. İndi vacib olan nə? Başqa bir şey demək istəyirəm. Burada belə deyək, bu bizim Yunanistan tarixində ilk dərsimiz olan, Yunanistanda ilk belə deyək, mədəniyyət olan, Avropada ilk mədəniyyətin beşi olan Krit adası burada yerləşir. Çəkmənin ucundakı, yəni Apenin yarımadasının bu hissəsindəki ada Siciliyadır, bu Sardiniyadır, bu Korsika adaları. Qədim dünya tarixində uyğun deyirəm, mərhələlərə gedəcək. Tam Avropa xəritəsini öyrədəcəm, sonra keçəcək digər xəritələrə. Sonra uşaqlar, deməli, adaları da dedik. İndi təzədən bir dənə başlayaq, belə deyək, bura oldu Fransa, deyək, bura oldu Fransa, Fransanın üstü İngiltərə, Fransanın altı İtaliya, Fransanın sağı oldu Almanya, Fransanın solu oldu İspanya, İspaniyanın solu oldu Portuqaliya. Deməli, uşaqlar, başqa, o da demək istəyirəm ki, Almaniyanın da sağı olur Polşa. Gələcəkdəki Polşa dövlətidir. Biz müasir tarixdə bunu keçəcək. Gəlincət, yarımadalara gəlincət, Siyasi yarımadası, Balkan yarımadası, Apenin yarımadası və Piriney yarımadası. Bu qədər.